götürməyiniz üçün tapdıq. Dünən tapa bilməmişdik. Taxta ilə doldurdum kömürü samvarın içinə. Sonra samvar falan hər şeyi qaydasına saldıq, hər şeyi tapdıq. 1200 adam var, xoş gəlmişsiniz. Mən elə belə buradan keçim güyək. Adi, heç xəbərim yoxdur. Görüm nə deyirəm. Qab-qaçaq hər şey olur. Hər şey olur, yəni hər şey var. Qəşəng bura gəlib hər şey pişirə bilərsən. Xoş sürəli, çox sağ olun. Ayma içərdə. Mən kimi xəngəl sevənlər var. Quba günlük Apremil. Çox sağ ol hədiyyə üçün. Xoş sürəli, çox sağ olun. Çox sağ olun hədiyyə üçün. Xəngəl, mən dəhşət sevirəm. Deyir orada şam ağacı var, yəni onu göstərək. Gəl. Hansı şam ağacı? Gəl. Hardasın? Biz niyə? Siz nə təxmin? Biz çünki 5 ayda ailəliyik və 4 ay ərzində ancaq tək gəzmişik. Ona görə evlənən gündən bu yana. Bax, oranı görsək. Hə, şam ağacı yolkan deyirsən sən. Mənzərəyə baxın, mənzərəyə. Mənzərə həqiqətən telefonda o qədər gözəl düşməsə də. Evin ışıqlarını da görsək, yuxarında görsək, nə qəşəng işıqlıdır. Və iPad açardan görsənir, baxa bilərsiniz. Burada. Oğlum, sən bibinə oxşursan. Ola bilər. Sağ olun, məni çox adam oxşadırsınız. Haradır? Quba. Mesajları görmədim, mən şeylədim. Amma qara həsrət qaldıq. Yox, əstəğfurullah, yox. Şahdağa getdik, orada qar gördük. Gəl. Hə. Hələ yenildi. Hələ də yenildi, hə? Amma çox gözəl görünür. Dünən maraqlı söhbətlər edirdik. Hə, dünən Vüsalın çay dəmləməsi falan dəhşət idi. Hə, bu günlər baxa bilmədik. Samovarı közlə yandırdıq. Bizim ev kimi deyil, onlar da yolqan. Mən də bir ay sökmədim. Mən ona görə sökmədim ki, xalagili gözləyirdim. Yolkamızı çox həvəslə qurmuşduq, istəyirdik ki, onlar da görsünlər. Oyda neçə ay keçib indi? 3 günə qoşmuşduq yolkamızı, təsəvvür eləyə bilirsiniz. Kimin yadındaysa xınalı əllərim düzəlibdi. Baxın, xına yoxdur. Sanın söhbətlərə belə əlaqəsiz girişmək. Yəni yadıma düşdükcə deyirəm də. Ay mən inir. Ay mən bazı gündən oturub. Dırırım. Sabah qaydırıq inşallah. Gələn həftə çərşənbədir. Həqqi. Qəşəng. Mən kim yeni ili daha çox sevir, kim Novruz bayramını daha çox sevir. Mən Novruz bayramını çox xoşduram, amma heç vaxt mən qoymurlar papaq atmağa. Ən sevdiyim şeydir. Vüsal bu il mənə nə eləyəcəyinə söz verib. Hətta canlıda atarıq papağı. Cəmaət bayramı qoyub bizə baxacaq. Sinə yazarıq ki, zəhmət olmasa Takip atın. Fındıqdır, qoz belə şeyləri atmayın. Yazarıq, məsələ, yazarıq San Sebastian ata bilərsiniz. Cheesecake bananlı. Yox, Elə. takip. Takip. Bax görürsən, hamı der ki, biz Novruz bayramını xoşdur. Çünki belə düşünün, yeni ildə 1 dəqiqə, 5 dəqiqəlik olan bir şeydə 12-ni oturursan, gözləyirsən. Amma tonqal qurmaq, yumurta qırışdırmaq. İndi görək kim daha çox bəyənir. Deyirlər 1-2 yazmaq olmaz, spama gedirsən, neyinirsən? Okey. Onda belə deyək. Şəkərbura xoşlayanlar şəkərbura yazsın, xoşlamayanlar da paxlava yazsın. Buranın ünvanını dedər həyatım. Burada baseyni xeyri yoxdur. Bura Küsnət Qazma kəndidir. Bəli. Sizi canlı görmək istəyirəm. Məşhur bir otelin yanında yerləşir. Yəni, əgər ki o kəndi tapa bilmirsə, Veyzə soruşun, biz deyəcəyik. İnşallah bir gün görüşərik. Qırışdırmaq yox, döyüşmək. Hər nəsə də onu qırışdırsan. Küsnət qazma. Amma onun da bir pis şey var ki, deyirlər güya duzlu suda qaynadanda şey olmur, qırılmır. Yumurta döyüşdürürsən belə. O şansdan ibarətdir. Yəni yumurtadır. Prosta qurumaqdan bir şansdan. Həqiqi, yumurtanı duzlu suda qaynadanda bərkimir? Bərkir biraz, hə. O elə. Hə, elə deyirlər, ona görə. Gəlin çox pis tanışır, onda çıxa bilərsiniz. Nə oldu? Paxlava şəkərbura kim daha çox verir? Şəkərbura yeyin deyir. Hamı şəkərbura deyirəm. Hə, şəkərbura. Bax, izləyicilərin çoxsu məni dəstəkləyir. Çiğ yumurta deyir olmalıdır. Çiğ? Hə, o nətər olur? Yox, o bütün batareya əlfənən. Hə, çiğ yumurta yox. Paramparça məncə. olar.
O Şəkər bura çiğ paxlava. yumurta- Mən paxlava valla. Mən heç birini sevmirəm. Yaxşı, belə deyək, ən pis hansıdır sizdə? Yəni şəkər bura paxlava yoxsa qoğal? Ən xoşlamadığınız hansıdır? Niyə Karikoca istirahətə getmişsiniz? Çünki biz Kimdən gedək? yox, Karikoca Hə. ikimiz. Niyə ayrıca getməmişik? Hə, niyə biz tək gəzmirik? Biz 4 ayda tək gəzirik çünki. Mən göstərirsən hələ də. Hə. Hamı qoğal yazır. Bəli, qoğal o deyil. Qoğal. Qoğal şey deyil. Yox, Bakıda da satılır. İçində belə Pişik gəldi. bu pişik. Vay Çox tərbiyəsiz. aqressivdir. Vay tərbiyəsiz. Bığlarına bax. Bax qışqırır bizi. Bayaq Bığlarına yemək verdim, üzümə də baxmadı. Bığlarını Heç kəsərəm, yemədi də. Ağıllı ol. Vüsal gil verəndə yeyib, mən verdiyimi yemədi. O yeyib orada yemək var idi. Ha, bu yiyib ya, bu uca bığı. Allah bir robislər aparıb. Balası var. Hə var. Yox, Var köçdü. aşkım bax. Bax. Köçdü prosta. Var. Bax burada da yazılır. Mən deyirəm də köçdü. Hapsi. Ay, Hə, sağ get- salamat olsun. Getsən pişik. dincəli, səyazət eləmə. Hamı deyir var hamilədir. Elə. Get yat, get. Baxın. Oy, Şa. Gəncə paxlavas. Ay şey. Ayda. Get dincəli, gecə. Aynur gəldi. Xoş gəldin Aynur. Tipə bax. Sara yoldaşına yeyib. Gəncə paxlavası yeyib. Çox bəyənmişdilər. Kakoslu olan demiş. Kakoslu bizim xınada da elə Gəncədə bişirtdirmişdiniz axı. Sizin də qəşəng idi. Yaxşı, gəl desertdən söhbət, şirniyyatdan söhbət olsa. Deyin. Aynur deyir mənə paxlava göndər. Can. Hapsi. 100%. Ha, olmadı. Şeydir. Yazsınlar ən sevdikləri desert hansıdır? Yəni tortdur, şirniyyatdır, nə Sən də bilim. gör də buranı. Nəyi? Belə dur. Ha, yazsınlar. Həkim yazmışdılar əslində. Şey. Nə yazırlar? Qozlu tort. Yaxşı, deyin görək. San Sebastian yeyən var. Dadına baxıbsınız. İnanın ki, heç birini bilmirəm, heç birini də yemirəm mən şəxsən. İçəri niyə getmirsiniz? Mən içəri dəhşət istidir. Mən ona görə çıxdım. Vüsal da mənə baxıb çıxdı. Sürtünür, o da istəmir, xoşum gəlmir. Adam biraz qorxur çünki istərsən mən çöldə yaşayır. Ola bilər piti Ekler gələsi var. yiyiblər, sonra o görübsüz elə gördüyünüzdən kifayətlənin də o keçmiş Ekler. videolara baxın. Ekler mənə tanış gəlir. Ekler adı. belə turbuçka kimi olur, durba kimi. İçində də ağ krem şey olur, krem olur. Hə. Sigaret kimi bir şey olur. Hə, yadıma düşdü. Heç nə, Sebastian işi. Nə? Heç nədir Sebastian işi. Nə bilim. Yox deyir, o deyil. Napolyon tortu. Bəs şeydir, neydi onun adı? Trileçe, Türkiyə mətbəxindən trileçe yeyibsiz, adına baxıbsınız. Mən məşhur 4 hərfli restoranlar var Azərbaycanda, Türkiyənin göy hərflərlə. Ora gedəndə həmişə trileçe yeyirəm. Vüsal yeməkləri o qədər sevir ki, yəni Vüsal canlı parası olsa ancaq tək dərdi yemək olasıdır, yəni. Bundan əminəm. Yəni suallarına görə bir sizdə şəkər buramı, paxlava mı? Bəli, qəşəngdir, bir oxu da gözlə. O 4 hərfli yazanlar var orada, hə, o yerdə. 4 bəli, hərfli trileçe. Oxuma da, eləcə bax. Yox, gözlə. Hə. Bax. Hə, bildim. Sən həmişə xoşa. Hə, tamam. Ekler süper. Yazdırır. Hayda, ekler deyəsiz, ekler tutursuz. Billikdə qəşəngdir ekler, bildik. 32 Gəncədə yaşamışam qardaş. Gəncə yeməkləri, şirniyyatları mürəbbəlidir, nə? Nə mürəbbəlidir? Hə. Yəni sizə görə bax soyuqda burada durmuşam, don görürəm. Evdə çamırıq axı heç. Evdə görüblər də yəqin ki, qonaqlar falan var ona görə. İkinci mərtəbədə Çok çabrayım. Pişik dincəldi, pişik şeydir. Relax moduna Xeyr, keçdi. niyə Monat? Salam, gələnləri salamlayırıq. Monat haradır? Monatya? Hə.
Monetso yox, Venetsia ola bilər. O elə yazılmışdı ya da mən səhv oxudum bəlkə də. Oh, bir də yazsınlar. Gəncə Çox sağ olun, paxlavası çox yaxşıdır. Mən paxlava, ümumiyyətlə şirin şey yeyəndə elə 1-2 il bundan əvvəl nəsə beynimə düşdü, götürdüm paxlava yedim, yay ayı idi. Nəyəsə görə pişirtdirmişdilər. Dəhşət də Kapşon yağlı idi. Yox, dəhşət də yağlı idi. Nə tər oldusa mən şirniyyət yemeyin ikisini yedim bir oturuma. 3 gün sudan başqa heç nə şeylə yeyə bilmədim. Ancaq su içdim. Bax, belə montayla. 3 gün Hə, ancaq su- getdik, o brizə getdik. Buradan belə sola getdik, oralara çıxdıq. Hə, amma mən Dağlıq nəsə bir yer şey idi. olmadı. Qəşəng yer idi. Quban harasıdır. Ora getdik, oradan geri qaydanda da yol göstəriciləri var. Yazılmışdı ki 190 kilometr Bakıya. Niyə xanım mənim dırnaqlarım sizə neyini? Bir də orada tikinti gedirdi. Yeni bir otel mi, kafe mi belə bir şey tikirdilər, qara rəng. Xoşunuz gəldi. Babətdə. Əslində dağları çox qəşəng idi, amma belə nə bilim qəşəng idi. O ser, təşəkkürlər hədiyyə üçün. Alex. Alexin maması. Sizcə bax deyin, Sara deyir ki, mən saqqallı daha gözəl görünürəm. Üzümü qırxım mı yoxsa Cəmaət nə bilir Belə qalsın. saqqallı sən nə tərəfə? oy versinlər də, oy yox. Saqqalsız görməsələr fikir bildirənmələr. Yaraşmır bəlkə saqqal. Yaraşır. Saqqallı görürsən. Saqqallı yazırlar sən. Mənim izləyicilərim zandı da. Mən nə desəm onu deyirlər. Günorta sən yaş salfetka gətirməyə göndərdikləri kimi. Saqqal. Mamam ayma yazıb boy. Mamam yazıb, mamam deyib canlıya. Canlıdan. Niyə televizora baxmırlar? Basıldıq. Dirək maşında oturaq, bizdə rahatlıq yox. Dirək maşında oturaq. Xalınca yazıq, ekran tıklayın. Bax, ürəyimə nətər damdı, ekran tıklayın. Görsən, mən deyən kimi yazdım. Mamam uşaq vaxtı mən zalda otururdum, belə otururdum. Mən məsələn belə otururdum. Kunadan çığırır desməni görmürdü. Belə. Düz otur, çiynlərini arxa ilə. Mən də hər dəfə inanırdım, deyirdim oyda oradan görür. Sonra böyüyəndən sonra bildim ki, təxmin eləyirdi ki, mən yəni bir iki belə otururam. Deyir ki, çiynlərini düzəltdiz otur. İndi bildim ki, onu gəlb yazacaq ki, ekran tıklayın. İndi ona görə eyni şəkildə ekran tıklatdırır. Bilir ki, tıklanmırsınız. Sağ olun. Nədir düşünüyorsun olarken aranızda? Mən sevmirəm o qədər. Ekran tıklayın yenə yaz. Xala siz bəziləri kimi mesajı kopyalayın, burada yapışdırın atın. Yap. Hesabına ne kadar uzadım. Ekran tıklayın yazın. Hə, enləri çoxalır. Hə. Bugün gördünüz xalanla ne? Ne? Şalala var orada. Şarala var, biraz yuxarıdadır, amma belə çox mini şəlalədir də. Yəni ki, evdə duşdan axan su daha şeydir, dolu axır, daha şiddətli axır. Çox belə ola bilsin, qarlar hələ əriməyib də, o şəlalənin mənbəyi biraz azalıbdır. Ona görə çox nazik demək olar ki, əl qalınlıqda belə su axır. Ay həyatım onu demir. Buradakı bulağı deyirlər. Hə, elə bilim soruşurlar Ay şəlalə var mı? məhəccət, Allah razı olsun. Buradan evin yanından çay axır. Biraz- İzləyicilərimiz Bir bilsinlər yazık də. salama yetimsələr. Kim yazır? Bizə. Hə, Yaxşı, mamam deyə olsun. dağdan gələn bulaqdır. Çox gözəldir. Və bir dəqiqə. Baxın. Qaranlıqda tam görsənmir, amma o qəşəngdir. Gecə vapşı səsi dəhşət olur. Ekran tıklayırıqsa yazımız da oxumalıdır. Çox yazır sizə, var olun. Ona görə hamını oxuya bilmirik. Təkrar yazın. Çox ciddi sualınız Yox, varsa. bəzi demək mesajları istədiyiniz görürəm, bir sözü 15 dəfə yazırsınız. Deməli, xoşuma gəlmir ki, oxumuram. Yəni, açıq aydın deyim. Çox şəxsi suallar verirsiniz. Soyuqdur, soyuqdur, amma yəni dözümlü dərəcədədir də. Yəni dözə bilirik. İnşallah yayda o tikiləcək blok. İnşallah. Qonaqlar yox, qonaqlar Xoşbəxtəm, çox burada sağ ol. qalacaqlar. İnşallah sabah tezdən Hala gedirik yazıb bəyənir. başqa bir yerə, oradan da Bakıya inşallah.
Özünü görsün. Sandıq deyir var. Bu nə demək? Gözlə indi mən ekrandan çəkiləcəm, sonra özün görsünüz. Gözləyin. Sən telefonu mənə ver. Nətər? Aldattım yox göstərmə. Həyatım sandıq var deyir falan. Nə demək? Şimdi yukarıda sandık var. Kim sandık var? Hadi korsanlar sandığı parçalayın. Az kaldı. Mən Size deyim də qalır. sizə nə demişsiniz. Kim ne değil? Güzel. Ya bir xanım var. Nasıl deyir onu? 1900 nəfər var izləyicilərimiz. Çox sağ olun, var olun. Yorulmayasınız, saat 10'dur. Əslində mən elə bilirəm gezdir. Saat 12 Yox, falandır. tezdir həyatım. Ha, okey. Onda hamıya xoş istirahətlər davam edir. Yazın görək bu Neyse, gün mesajı həftənin neçənci görmədim. günüdür. Yəni həftənin günlərini unutmuşuq. Tətildəyik 2 gündür. 4-cü gün olmalıdır. Hə xanım indi yadıma düşdü mesajı. Deyir ki, niyə cavab vermirəm? Çünki deyirsiz ki, qulağın, Sağ ol. bir gözün görsəndə niyə üzünü göstərmirsən? İstəmirəm də, yəni açıq aydın deyirəm ki, göstərməyim. Sandık var, gezelim, ekran sandık paylaşın. Yetimsele. Çok yani üstlerini çok tutuyorsun. Gəlirik. Sandık bir derge bakın, ekran tutuyor. Mən oraya gətirməyim. Gezelim, bak kaleye. Bax, gəlirəm deyir. Все, mamamı gizlədirik, qorxmayın. Siz gizlədirik. Neyse gedək yanına. Ekran tıklayın, tez elin ekran tıklayın. Hala da sandıq atır. Ekran tıklayın, sandığı kim götürecek? Hediyeleri atıyorsunuz tez buraya. Ekran. Tez elin ekran tıklayın, tez elin. Çək. 33 saniye kaldı. Tamam, coşaq. Su yok. Yox. Maraqlısınız da bilirəm, xanım çox sağ olun, amma həqiqətən istəmirəm, ona görə göstərmirəm də. Yəni o siz yazmaqla deyil ki. Hətta bir qərar və bir yerdə dur. Sən mən nə bileyim ki, telefonu asılı görsün. Biraz irəlilə buradan işıq düşür. Tamam. Bəlkə bağlayaq, girək içəri, uşaq soyuqdur. Dən qoy axırıncı bir 2 dəqiqədə Kimdə adam yazsınlar və var? sözlərini, bizə nə demək istəyirlər, nə soruşmaq istəyirlər. Sən zən gedin yana özünüzlə məşğul olun. Xanım biz yetəncə özümüzlə məşğul oluruq, sağ olun. Əsəbləşmə. Əsəbləşmirəm, prosta cavab verirəm də. Cavab verməyəndə deyirlər, niyə cavab vermirsən? Mən də cavab verirəm. Çox sağ olun hədiyələriniz üçün. Ekranın tıklayan əlləriniz var olsun, hədiyələriniz üstündə minnətdaram. Çox sağ olun. Var olun. Çox sağ olun hədiyyə üçün. Kim bugün Şaxdağdaydı? Ola bilsin ki, burada bu 2000 nəfərin, 2100 nəfərin içində Şaxdağda olanlar varsa yazsınlar. Bir sandıq açsın boş. Valla biz Kim idi bugün? Bir dəqiqə bilmirik. həyatım. Haydi. Görək Şaxdağda bugün olan varmı? Bugün kimsə var idi mi? Saat hardasa 2-3 arası 4-də deyə bilərik. Peki. Yalan deməyin də, yəni 100% olsun. Dumanisə göndər Baxın gör məni. neçə nəfər? Ona bax 4, Çox sağ olun hədiyyə 5, üçün. 5 nəfər, 6, 7. Yaxşı. O ki, bax Şaxdağda olubsuzsa, orada Qusarın içindən keçəndə yolda nə var idi? Mənə burada yalandan Xala yazdı ki, Aferin bəri sizə. verin hədiyyələri. gözü. Yolda nə var idi? Belə biz niyə həyətin içindən girdik, sürdük? Məhliyə döndük. Niyə? Nə var idi yolda? Yolu bağlamışdılar. Nəyə görə? Deyin görək, yazırsınız mən. Hə, deyirsin mən. Aha, yalanba bir yalancı çıxdı. Deyir polis var idi. Yox. Deyin görüm, Qusardan keçəndə yolu bağlamışlar. Nə səbəbdən? Niyə bağlamışdılar? Ha, gözlə deməyəcəm nə düz cavab. Bağlamışdılar. Hə, deməyəcəm düz cavabı. Görək kim yazır. Aha. Yaxşı, biri düz Hə, yazmışdı. uçqun çıxır. Biri- Xalaya bax, ekran. Biri düz yazmışdı. Biri yazmış ki, remont gedirdi. Hə, sonra nə var idi? Hansı şey var idi? Yaxşı, bu günləri orada çox adam var idi, az adam var idi Şaxdağda. Yəni tıxac var idi, sıra var idi, yoxsa yox idi, az idi adam, yoxsa çox idi. Prezident gəlmişdi. Yo. Çıxır az. Həqiqətən az adam var onlar idi. düz deyirlər. Sıra yox idi içərdə. Getdik, əlimizi qolumuzu sallaya belə, amma belə bu şəkildə getdik.
Oturduq, sürüşdük, hoppandıq, düşdük, mindik ara Telefon istədik, der xal yapar. gəldik. Az adam qarı var ki, adam da var. Hə, hədiyyə üçün çox sağ olun. O, Aleyküm qar salam, yox Deniz. idi, amma desən suni qar idi, hə? Orada Yox, yağdırdıqları. Dağın yox. başında var idi. Küləkdir. Ekran. Ola bilər mama bənzirəm. Xala içərdədir. Sağ ol deyirik biz sizlərə. Biz qoşulacağıq amma donduq artıq. Hə, Evi falan göstərdik. Axırıncı bir də evi göstər. həqiqətən çox üşüdük, sağ olun. Ev çox qəşəngdir. Kimsə gəlmək istəsə yaza bilərlər bizə direktdə. Ya da bizi yəni reklam edəcək, orada baxa bilərsiniz. Sağ Qubada olun. yerləşir. Sağ olun. Sağ olun, var olun. Hamıya xoş istirahətlər, gəzmək, tozmaq.